Xoş gördük əziz dinləyicilər. Heç şübhəsiz ki, İsrailin İrana vurduğu zərbə Amerika ilə icazələ alınıb və Amerika ilə razılaşdırılıb. Əslində qalsa bu hücum müəyyən mənada Amerikada Trump hakimiyyətini də xilas etmiş oldu. Hansı mənada xilas etmiş oldu? Bilirsiniz ki, Trumpın da vəziyyəti daxildə yaxşı deyil. İstər Rusiya-Ukrayna müharibəsində daşa dəyən oxları, istərsə daxildə və bilirsiniz ki, artıq Amerikada uzun müddətdir, bir neçə gündür ki, insanlarla polislərin münaqişəsi gedir, dava-dalaş gedir Los Angelesdə və s. və ilə axır. Əslində qalsa Amerikanın özünə də lazım idi ki, bu günləri bir uğurlu bir əməliyyat keçirsin. Hiss edirsinizsə, Trump İsrailin apardığı uğurlu əməliyyatı müəyyən mənada özünə də çıxır və sanki öz əməliyyatı kimi bildirir ki, bəli, bizim silahlarımızdır, biz silah vermişdik və o silahlarla çox ciddi istifadə elədi İsrail və İrana bizim mesajımızı çatdırdı. Bu mesaj nə mesajıdır? Əvvəla Amerika İranla bilirsiniz ki, bir neçə dəfə istər Dubayda olsun, istər Avropada olsun, digər ölkələrdə nüvə silahının hazırlanmaması barəsindəki danışıqları vardı. Amma nədənsə İran buna getmədi və axırda da elə bir bəyanat verdilər ki, İran da əslində qalsa Amerika siyasətinin üzərinə getdi ki, biz sizin dediyinizi eləməyəcəyik. Və bu günlərə Trump açıqlama verdi ki, bu gün 61-ci gündür və biz 60 gün İrana icazə vermişdik, vaxt vermişdik və bu günlər o bizim dediyimizdən getmədiyinə görə biz ona zərbə vurdu və ikinci dəfə İrana vaxt vermiş olur ki, baxın, buyurun, gəlin oturun. Və doğrudan da İsrailin vurduğu zərbə Amerikanın da, Trumpın da işinə yaradı, dünyanın da işinə yaradı və İranın zəif tərəflərini də göstərmiş oldu və İranı bu günləri masaya oturtmanın demək olar ki, ən vacib nöqtəsini həyata keçirdilər, ən vacib halqasını həyata keçirdilər ki, onun ətrafında olan bütün insanları öldürdülər, Xamneyinin ətrafında olan insanları və Xamneyi tək qaldı ortada və bu Xamneyi üçün çox ciddi bir mesajdır. İkinci bir məsələ, bəziləri dostlar deyirlər ki, artıq mən də izləyirəm, İranın da müəyyən raketlərinin İsrailə çatdığı, Təl-Əvivə vurduğu barəsində məlumatlar var. Əlbəttə bunlar olacaq, əvvəllər də olub, 300 dənə atıb onun 2 dəfnəsi Təl-Əvivə düşür və yaxud da bu günləri 5 dənəsi düşər Təl-Əvivə. Əvvəla bunu nəzərə almaq lazımdır ki, İsrail buna hazırdır. İsrailin çox ciddi hazırlığı var, bu bir. İkinci, İsrailin ərazisi çox kiçik olduğuna görə onun hərbi hava qüvvələrini, hərbi hava müdafiə qüvvələri daha ciddi şəkildə ölkəni qoruya bilir. Ən vacib nöqtə də Təl-Əvivdir və görünən odur ki, qoruya bilir və İsrail öz etdiyini də axıra qədər müdafiə edəcək və bir də nəzərə alın ki, gecədən başlayaraq İsrailin İrana zərbələri bitməyib və çox effektli şəkildə səhərə qədər demək ki, 24 saat davam edir və bu günləri də davam edir. Effektli şəkildə demək ki, İranın hava hücumundan müdafiə sistemlərini kör ediblər, daxildə Mossadın agentləri olsun, PUA-ların ora gizli şəkildə salınması olsun İran ərazilərinə və lazım olan nöqtələr artıq vurulur. Artıq İran istəsə də bundan sonra nüvə silahının hazırlanması, uranı zənginləşdirilməsini həyata keçirdə bilməyəcək. Amma yenə də o sözümə əsaslanıram ki, mənim əzizlərim, bu günləri İranla İsraili müqayisə etmək olmaz. İran köhnəlmiş silahlara malikdir və nəzərə alaq ki, İsrailə heç bir quru sərhəddi yoxdur İranın. Çünki İranın gücü onun ordusundadır, əhalisinin çoxluğundadır. Bundan da istifadə edə bilməyəcək. Yalnız uzaq məsafəli raketlərlə bunu eləyə bilər ki, bu günləri raketlərdə, texnologiyalarda İsrailin nə qədər güclü olduğunu biz görürük. Artıq İsrail aş-süzən eləyib İran səmasını və istədiyi yerə də zərbə vurur və zərbə də vuracaq. Mən düşünürəm ki, İranı tam sürətdə masaya oturtduracaq İsrail, çünki başqa bir yolu yoxdur və İranın bundan qaçış imkanları da yoxdur. İranın balistik raketlərlə, onlar da bilirsiniz məhduddur, nə qədər balistik raket atırsa atsın, İsrailə düşsə də ki, əlbəttə düşəcək, orada da adam öldürəcək, orada da insanları öldürəcək, amma nəticə etibarilə İsraildə yeni texnologiya və ciddi hazırlaşmış bir ordu, müasir texnologiya, müasir ordu, müasir artilleriya və müasir dünyanın bir nömrəsi olan
demək ki, bir nömrəsi yerində duran xüsusi xidmət orqanları var. İran bunun qarşısında duruş gətirə bilməz və İranın məğlubiyyəti sadəcə olaraq labüddür. Bu gün Xamneyi ya masaya oturmalıdır, masaya oturmayacaqsa sabah öldürüləcək. Bütün bu mesajlar Xamneyini yenidən masaya oturtmaqdır və Tramp da bildirdi ki, biz sizə yenidən şans yaradırıq ki, buyurun masaya oturun. Yəni bütün bu hadisə, olmuş hadisələrin məğzi İranı masaya oturtmalıdır. Ya masaya oturacaqsan, ya olan qalan generalların da başda Xamneyi olmaqla hamısı öləcək. Təşəkkür edirəm diqqətinizə görə.